Biznes adamı layihəsi başladı. Hüquqi sığorta məsələlərindən bağlı hüquqların biz müzakirəsini aparacağıq bugün. Health Advocate şirkətinin icraçı direktoru Rəsul Mahmudov bizimlə bərabərdir. Ümumiyyətlə Health Advocate şirkəti nə üçün məhz həkimləri qorumaq üçün çətin bir missiyanı özlərinə götürüb? Ümumiyyətlə Rifət bənim deyilənlərə görə həkim peşəsinin tarixi dünyanın yaranma tarixi ilə eyni vaxtda düşür. Yəni bu o deməkdir ki, insan sağlamlığı bütün dövrlərdə ən qiymətli sərvət sayılıbdır. Həkimlər bugün insan həyatını və sağlamlığını qorumaq kimi son dərəcə məsuliyyətli və şərəfli missiyanı həyata keçirməklə cəmiyyətimizin ən hörmətli və ən fədakar üzvləri sayılır. Onların peşəkarlığı, etibarlılığı da cəmiyyətimiz üçün çox böyük önəm daşıyır, çox böyük əhəmiyyətlidir. Həkimlər yalnız xəstəliyi müalicə etmir, həm də insanların həyat keyfiyyətini yüksəltmək üçün çalışırlar və bəzən isə onlar xəstəliyin önünə keçərək hətta öz canlarını belə fəda edirlər. Biz yadınızdadırsa COVID-19 pandemiyasında və Vətən müharibəsində buna bir daha şahid olduq. Bütün bunlara əsasən belə bir qərara gəlmişik. Biz həkimlərin hüquqlarını müdafiə etmək üçün hüquqi sığorta fəaliyyətini həyata keçirən Health Advocate komandasıyıq. Və məqsədimiz dövlət və özəl sektorda çalışmağından asılı olmayaraq həkimləri hüquqi təzyiqlərdən müdafiə etmək, onların tibbi fəaliyyəti üçün hüquqi baxımdan təhlükəsiz mühit formalaşdırmaqdır. Mən sizə deyim ki, beynəlxalq təcrübədə, xüsusən Avropada, Almaniyada konkret qanunlar var. Həkimlərin sığortası ilə məşğul olan, onların peşə məsuliyyətindən sığortalayan qanunverici aktlar var və bu qanunverici aktları olduqca ətraflı, detallı həkimlərin qorunması ilə məşğuldur. Belə bir ideya tanınmış həkim, Azərbaycanda tanınmış həkim Hanser Babayevə məxsusdur, həkimlərin hüquqlarının qorunması. Çünki ona da xeyli həkimlər müraciət etmişlər bu barədə və belə bir ideya oldu ki, belə bir şirkət quraq, həkimlərin hüquqlarının müdafiəsini həyata keçirir.